Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Biz bugün sizinlə Hindunun verdiyi dərs mətninə baxacağıq. Mən mətni daha öncə oxuduğum üçün birbaşa sualların izahına keçid edirəm. Deməli, birinci suala baxırıq. Mətndə qarşı-qarşıya qoyulur. İlk öncə onu qeyd edeyim ki, qarşı-qarşıya qoyulan hadisələrdən biri müsbət planda, digəri isə mənfi planda olmalıdır. İşgüzarlıq və həyatsevərlik. İşgüzarlıq və həyatsevərlik burada hər ikisi müsbət planda olduğu üçün ümumiyyətlə bu hadisələr qarşı-qarşıya qoyula bilməz. Həssaslıq və biganəlik. Bəli, bu qoyula bilər mətnə uyğun olaraq. Çünki Hindu təbiətə qarşı həssas idi, amma dostları və yaxud şəhərdə yaşayan digər insanlar, yəni ki, o cırcıramaların səsini duymurdular. Yəni biganə idilər təbiətə qarşı. Ona görə ikini götürə bilərik. Təbiətə bağlılıq, şəhərləşmə. Bəli, təbiətə bağlı olan Hindu idi. Digər insanlar isə artıq şəhərləşmə getmişlər, təbiətə bağlı deyildilər. Ona görə 3 olar. 3-ü də götürə bilərik mətnə uyğun olaraq. Səmimiyyət və istehza. Burada istehzadan söhbət getmir. Düşmənlikdən də söhbət getmədiyinə görə götürə bilmərik. Deməli, variantımız olacaq A variantı, 2 və 3. Mətnin məzmununa aid olmayan fikirləri müəyyən edin. Dostların inamsızlığı. Dostların inamsızlığı, bəli, bu aiddir. Ona görə bunu götürmürük, çünki dostları ona inanmırdılar. Gündəlik qayğılarla keçən həyat, bu da aiddir. Burada insanların, çünki bu hissədə deyilir ki, baxın, böyük şəhərlərdə insanlar həmişə tələsir. İş, məişət qayğılar onların bütün həyatını ağuşuna alır. Yəni bu cümləyə görə biz deyə bilərik ki, gündəlik qayğılarla keçən həyat fikri mətnin məzmununa aid ola bilər. İnsanların qeyri-adi hərəkətlər sakit qarşılaması. İnsanların qeyri-adi hərəkətlər sakit qarşılamır. Əksinə dostları ona deyir ki, belə bir şey burada ola bilməz. Gəl gedək yolumuza, amma Hindu onlara qulaq asmır, səsin arxasıca gedir. Hindunun fövqəli təbii gücü ilə öyünməsi əsla öyünmür. Burada da görə bilərik bunu. Cırcıramanın burada olduğunu bilmək üçün heç də fövqəli təbii güclərə ehtiyac yoxdur. Yəni onun öyünməsindən burada söhbət getmir. 4-ü də ona görə götürə bilərik. Önəm verilən dəyərlər, bəli, burada var. Önəmli olan nəyə dəyər verməyi, nəyi vacib hesab etməyindir. Variantımız olacaq 3, 4, yəni A variantı. Mətndəki əsas fikri müəyyən edin. Hər kəs üçün dəyərlik anlayışı fərqlidir. Bəli, bayaq göstərdiyim kimi. İnsanların reaksiyasını gördünmü? Önəmli olan nəyə dəyər verməyi və nəyi vacib hesab etməyindir. Hər şeyi buna görə eşidər, görər və hiss edərsən. Təbiət onu məhv edənləri cəzasız buraxmır. Ümumiyyətlə, burada təbiətin məhvindən söhbət getmir. Təbiəti qorumaq hamının borcudur. Burada təbiəti qorumaqdan da söhbət getmir. Təbiətə ancaq o adama tabe olur ki, təbiətin dili danışır. Bəli, buradakı Hindudan söhbət gedir, elə. İnsanlar təcrübələr nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindirlər. Bir dəqiqə, burada bir təcrübə var idi. Deyir ki, birlikdə səkiyə çıxırlar və Hindu cibindən çıxardığı xırda bir pulu yerə atır. Bir çox insan düşən qəpiyin cingiltisini duyaraq ciblərinə baxır və pulun onun cibindən düşüb düşmədiyini yoxlayır. Hindu dostuna tərəf çevirərək deyir. O insanlar reaksiyasını gördün. Yəni bunu əsasən deyə bilərsən ki, insanlar təcrübə edərək öyrənirlər. Deməli, 1, 4, 5 A variantı olacaq variantımız yenə. Nədənsə bütün cavablar A gedir. Nömrələnmiş hansı cümlə ixtisar olunsa, mətndəki fikirlər arasında əlaqə pozulmaz. Gəlin cümlələrə bir-bir baxaq. İşçilərdən biri Amerikanın yerli əhalisinin nümayəndəsi olan Hindu idi. Biz bu cümləni çıxarsaq, artıq küçədəki insan izdihamı, maşınların gürültüsü, siqnal və fit səslərinə rəğmən qulağına neşəli bir cırcıramanın səsinə gəldiyini söyləyən Hindu bir anlıq hər şeyi unudub onu axtarmağa başlayır. Birinci cümləni çıxarsaq, artıq ikinci cümləni biz yaza bilmərik. Həmçinin ikinci cümləni çıxarsaq, burada üçüncü cümləni yazmaq olmaz ki, bir işçi isə Hindunun dostuna inanmasa, onunla cırcıramanı axtarmağa başlayır.
Bunu da çıxarmaq olmaz. Aha. Amma burada dördüncü cümləni asanlıqla çıxarmaq olar. Niyə? Deməli, burada deyilir ki, insanlar sanki daim bir-biri ilə yarışır və hər kəs yarış maşınına çevrilir. Belə bir qələbəlikdə Amerikalı Hindunun təbiətə qarşı bu qədər həssaslığı dostunu heyrətləndirir və o böyük bir maraqla Hindunu izləməyə başlayır. Hindi yolun qarşı tərəfinə qaçır və dostu isə onu təqib edir. Binaların arasındakı yaşıllıqda yarpaqların arasında doğrudan da bir cırcırama tapırlar. Dostu heyrətlə Hinduya deyir. Yəni mən bu cümlənin üstünə xətt çəkirəm, sırf göstərmə mahiyyəti ilə. Əgər mən burada, onsuz da burada dostunun onunla gəldiyini biz görürük də, dostu onu Hindunu izləməyə başlayır, onunla gəlir. Bir də bu cümləni təkrarən yazmağa nə ehtiyac var ki, mən bunu asanlıqla çıxararam. Deyərəm ki, binaların arasındakı yaşıllıqda yarpaqların arasında doğrudan bir cırcırama tapırlar. Yəni dostu ilə Hindu. Bu cümləni yazmağa heç də ehtiyac yoxdur. Yəni yazmaq olar, amma çıxarsaq da heç bir şey dəyişməz. Mətndə altından xətt çəkilmiş cümlə hansı üslubu xüsusiyyəti daşıyır? Ümumiyyətlə mətnimiz biz bilirik ki, bədii üslubdadır. İndi altından xətt çəkilmiş cümləyə baxaq. Bir dəqiqə. Aha, altından xətt çəkilmiş cümlə New Yorkun nəhəng binalardan ibarət təbiətə, yad küçələrinə hansısa doğma cırcırama səsini axtarma başqalarına qəribə görünə bilərdi. Yad küçə, doğma cırcırama. Yad və doğma sözləri nədir bir-birinə? Əlbəttə ki, antonim hesab oluna bilər, yəni təzad. Ədəbiyyatda da bunun adına təzad deyirlər. Bədii üslubu yəqin ki, oxuyanda fikir vermisiniz, orada bunlar əsas məqamlardan biridir. Bədii təsvir ifadə vasitələri. Hadisənin dəyəri şişirdilmiş şəkildə təqdim edilmiş. Bu mübaliğədir, belə bir şey yoxdur burada. Bir anlayış verilsə də onunla əlaqədar başqa anlayış nəzərdə tutulmuşu xeyir. Təzaddan istifadə edilmişdir. Təzad nədir? Yəni əks olan, bir-birinə əks olan sözlər. Bəli, tamamilə doğrudur. Tünd qara hərfləri verilmiş sözün konteksə uyğun şərhini yazın və onu cümlədə işlədin. Tünd qara hərfləri verilmiş söz burada vurnuxur. Vurnuxur sözünü biz əlləşir sözü ilə əvəz edə bilərik. Tünd qara hərfləri konteksə uyğun şərhini yazın. İnsanlar daim nə iləsə əlləşir. Belə yazmaq olar. 7-ci sualına davam edək. Mətnin sonluğuna uyğun Hindu ilə onun iş yoldaşının daha sonraki münasibətini ifadə edən bir cümlə yazın deyir. Mətnin sonluğunu bir daha oxuyuram. Dostu Hindunun səmimiyyətinə, saflığına heyran olub, ona əvvəlkindən daha artıq dəyər verməyə başlayır. Deməli, mətnin sonluğunu yaza bilərik ki, Hindu və onu təqib edən iş yoldaşının dostluğu belə uzun illər davam edir və onların dostluğunun əsas önəmi onların bir-birinə daim hörmətlə yanaşması və etimad göstərməsindən irəli gəlir. Mətnin sonluğunu belə davam etmək olar. Hindunun dostunu xarakterizə edən xüsusiyyətlər əsasında klasiri tamamlayın. Hindunun dostu etibarlı idi, uzaq görən idi, dostuna inanırdı, qarşındakının fikirlərini hörmət edirdi, Belə cümlələr yazmaq olar. Deməli, 9-cu suala baxırıq. Birinci abzasa məzmununu ümumiləşdirən bir cümlə yazın deyir. Birinci abzasa gəlin baxaq nədən söhbət gedir. Aha, deməli, dostlar burada yeməyə çıxırlar və bu zaman Hindu nə edir? Cırcırama səsini eşidir, dostlarına deyir, amma dostları ona inanmır. Deməli, Hindu cırcıramanın səsini eşitdiyini dostlarına desə də, dostları ona inanmamasına baxmayaraq, onunla cırcırama axtarmağa gedirlər. Yəni, cümləni belə yazmaq olar. Çərçivədə verilmiş cümlədəki sözlərin sırasını dəyişdirib elə yazın ki, verilmiş fikirlərin ardıcılığı bərpa olunsun və bir-birini tamamlasın. Gəlin baxaq. Bir anlıq ayaq saxlamaq, zövq alaraq əsl mənada yaşamaq, həyatı, təbiəti duymaq yadına düşmürdü kimsənin. Bir anlıq ayaq saxlayaraq, zövq alaraq əsl mənada həyatı yaşamaq, təbiəti duymaq heç kimsənin yadına düşmürdü. Cümləni belə qursaq daha yaxşı olar.